Azərbaycanda əczaçılıq və tibb ləvazimatlarına çəkilən xərclər kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin ilk 9 ayı ilə müqayisədə ölkə əhalisi bu məhsullara 22% daha çox vəsait xərcləyib. Həkim-radioloq Aydın Əliyev hesab edir ki, Azərbaycanda dərmanların baha olmasının səbəblərindən biri daxili istehsalın olmamasıdır. Dərmanların xaricdən gətirilməsi təbii olaraq xərclərin artmasına da səbəb olur. Digər bir nüans bizdə dərman idxalı ilə bağlı monopoliyanın olmasıdır. Yəni, istənilən bir iş adamı ölkəyə dərman idxal edə bilməz. Yalnız bəlli şirkətlər ölkəyə dərman idxal edə bilir və bu da səbəb olur ki, onlar dərmanlara istədikləri, dərman preparatlarına istədikləri qiyməti təyin edirlər. Aydın Əliyev Azərbaycanda satılan dərmanların keyfiyyətinə də diqqət çəkir. Onun sözlərinə görə, ölkədə adi aptekdən alınan eyni adda və tərkibdə dərmanla Alman aptekindən alınan dərman arasında fərq var. Bu bizim üçün ciddi fəsadlara gətirib çıxara biləcək. Niyə? Çünki maddi imkanı aşağı səviyyədə olan insanlar təbii ki, keyfiyyətli dərman alıb istifadə edə bilməyəcəklər. Onların xəstəlikləri daha da ağırlaşa bilər və yanaşı digər xəstəliklər onlar belə deyək qazana bilərlər və onların ömrü qısalmış olur. Bunun nəticəsində həyat keyfiyyəti aşağı düşmüş olur, iş, əmək qabiliyyəti aşağı düşmüş olur. Tarif Şurası bu il ərzində bir neçə dəfə bəzi dərmanların qiymətini artırıb. Müqayisələr göstərir ki, Azərbaycanda bir çox dərman qonşu ölkələrdən bir neçə dəfə baha qiymətə satılır.